Hər vaxt xeyir olsun değerli izləyicilərimiz, traderlər, həmkarları, iqtisadçılar, bizi bütün dünyadan izleyen traderləri və dostlar, tanışları salamlayıram. Bugün aprelin 1-idir və bugün nələr baş verəcək Beynəlxalq Maliyyə Birjasından biz yenidən öz Magic platformamızı, qrafiki sizə təqdim edir. Yəni gördüyünüz kimi, yəni bugün nələr olacaq və gələcəkdə bu həftə ərzində nələr olacaq, həmin gördüyünüz qrafik bizə söyləyəcək. Belə, demək, funtun dolar rəqabətinə təbii ki, gün ərzində xəbərlərə diqqət etmək lazımdır. Bu vacib faktorlardan biridir. Eyni zamanda bugün funtun dolar rəqabətində nələr olacaq? Yəni bildiyiniz kimi, dünən 876 pips aşağı doğru istiqamətə davam etdirir, bir istiqamətə və biz bunu VIP qrupunda, real hesablarda, yəni əməliyyatlarımızı açdıqca, take profitları qoyulduqca və nəticələri paylaşırıq. Eləcə qonaq ol Telegram kanalında biz bütün ipucularını deyil, sadəcə konkret alış-satış nöqtələrini nəzər çatdırırıq. Eyni zamanda SIP-də də biz alış-satış əməliyyatlarına nəzər çatdırırıq. Gəlin keçək biz funtun dolar rəqabətində gündəlik missiyası 787 pipsdir və alış əməliyyatları hansı nöqtələrdən sonra formalaşar və alış əməliyyatları bildiyiniz kimi qalxışın enişi, yəni bayaq yadaraq yenidən yuxarı doğru 1.29 500'lərdən yuxarı formalaşması nəticəsində biz bay əməliyyatlarına düşünə bilərik. Eyni zamanda satış əməliyyatları isə biz 1.29 200'lərdən aşağı formalaşsa o haqda biz sel əməliyyatları haqqında düşünə bilərik. Və euro dolar rəqabəti gəldidə isə euro dolar rəqabəti dünən 660 pips aşağı doğru istiqamətə davam etdirdi. Və gündəlik isə 691 pipsdir. Biz alış əməliyyatları üçün hansı nöqtələrdən fikirləşə bilərik? Sualına gəldikdə isə 1.08 400'lər olacaq. Amma satış əməliyyatları isə 1.08'lərdən sonra satış əməliyyatları haqqında düşünməyə dəyər. Gəlin keçək, biz əsas məsələ qızıl kimi qalxır və gördünüz, yəni qrafik qızılın grafikidir və yuxarı doğru istiqamətlə davam edir. Hədəflər 2200, ümumiyyətlə hədəf var, hazırki hədəfi, yəni ən yaxın hədəfi 3177'lər, ondan sonraki 3233'lər, 3338'lər və 3429'lar, 28'lər, yəni bu hələ ki, təbii ki, korreksiyalar olacaq, yəni mümkün deyil ki, korreksiya olmasın. Hansı gün olacaq o? Ən azından o günü 100 dollara yaxın bir eniş gözlənilir. Yəni sürətli bir eniş, hətta gün ərzində. Gün ərzində yox, yəni 2 gün, məsələn, bugün və ya sabaha qədər hardasa 130 dollarlıq bir eniş yəni gözlənilir. Yəni o hansı gün olacaq? O haqqında yəni sizə qısa məlumat verərik, ipucu verərik sizə. Və bugün satış əməliyyatları təbii ki 3140'lardan gələcək, qısa bir korreksiyalarla. Yaddaşlarda qalar, hələ ki, deyək ki, güclü bir satış əməliyyatları təbii ki, siqnal yaranmalıdır ki, biz satış əməliyyatlarına girək. Hələ ki, bu korreksiyalardır, yəni ümumi istiqamətin korreksiyalarına. Belə, neftə gəldidə isə təbii ki, söhbət quru idi. Oildən gedir, dünən 2 dollar 80 sent qalxdı yuxarı və bizim alış əməliyyatlarımız var idi. Eyni zamanda funtda satış əməliyyatlarımız var idi, evroda alışlar da var idi, satışlar da var idi. Sonra qızılda da satışlar oldu, alışlar da oldu. Yəni bugün crude oil'da 75'dən yuxarı formalaşsa alış əməliyyatları haqqında düşünməyə dəyər. 74-60'lardan aşağı formalaşsa satış əməliyyatları haqqında fikirləşməyə dəyər. Keçək biz Bitcoin-a. Bitcoin 85'ləri hədəfli və onu doğru istiqamətlə davam etdirir. Türk lirəsi isə hələ ki 38'lərdədir və orada korreksiya verir. Nasdaq, Dow Jones, S&P bunlar down trenddən çıxıb yavaş-yavaş yuxarı doğru istiqamətlə davam etdirir. Belə biz qısa məlumatı sizə verdik. Ətraflı isə daha geniş istəyirsinizsə bizim gözəl ofisimizə yaxınlaşın, sizə mükəmməl dərəcədə bir təhsil verək və maliyyə savadınızı artıraq və sizi VIP kanalına qoşaq və orada daha mükəmməl olursa sağ olun, inşallah görüşmək ümidi ilə.